Gəl səndən bir sual soruşum. Görək cavabın nə olacaq? Soruş görək. İndi biləcəm ki, sən əhli sünnəsən ya yox. Sualım budur. Allah haradadır? Bu çox məntiqsiz sualdır axı. Sualdan qaçma. Sən xaliq olan Allahı məxluq olan məkanda təsəvvür etməyə çalışırsan. Cavab ver, görək Allah haradadır? Əzəldə Allahdan başqa heç nə yox idi. Doğrudur? Bəli, doğrudur. Əzəldə nə məkan, nə səma, nə ərş, nə kürsü, nə də yuxarı cəhət var idi. Buna görə də Allah məkan və cəhət olmadan mövcuddur. Məkan və cəhət olmadan Allahın mövcudluğu ağla sığmır. Belə çıxır ki, sən olmayan bir ilaha iman edirsən. Məkanı və cəhəti kim yaradıb? Əlbəttə ki, Allah. Çox gözəl. İndi diqqətlə qulaq as. Allahın məkanı və cəhəti yaratmazdan əvvəl, əzəldə məkan və cəhət olmadan mövcudluğu həqiqətdirmi? Əlbəttə həqiqətdir. O zaman Allahın məkanı və cəhəti yaratdıqdan sonra, məkan və cəhət olmadan mövcudluğu da eləcə həqiqətdir. Bu, Allahın varlığını inkar etmək sayılmaz. Əslində, sən düz deyirsən.